Bəli əzizlər, baxın bu günləri ərəb əlifbasında ikinci dərsimizə başlayırıq və bu gün 3 dənə hərf inşallah keçəcəyik. Allah qoysa, bunlar hansı hərflərdir? Birinci hərf, diqqət edək, bura baxaq inşallah. Kim də istəsə qeyd apara bilər bu cürünə. Birinci hərfimiz cim hərfidir. Sərbəst formanı yazıram. Sərbəst forma. İçində nöqtədir. Sərbəst forma. Əvvəl forma. Ondan sonra orta formanı yazırıq. Altında nöqtə və axır formanı yazırıq. Axır formanı yazırıq inşallah. Dostlar, demək olar ki, bu hərflər bir-birinə oxşayırlar, amma aralarında nöqtə fərqi var. Baxın, yazıram adını cim. Cim hərfi. Hərfin adı cimdir. Amma tələffüsü c hərfidir. Yəni c. Baxın, bu cimdir. Sərbəst forma, əvvəl forma, orta forma və bu da axır forma. Baxın, buradan bir dənə xətt çıxır. Növbəti hərfimiz hə hərfidir. Baxın dostlar, ikinci hərfimiz hə hərfidir. Hə. Boğaz xırısı deyirlər buna. Bu da yazılışı eynən bunun kimidir. Baxın. Hə hərfi eynən bunun kimi. Sərbəst forma. Əvvəl forma. Orta forma. Və axır formada qeyd edelim. Yeni gələnə xoş gəlmişsiniz. Və axır formada qeyd elədik bura. Tamam. Buna da deyirik biz hə hərfi. Hə. Bu da ikinci, bugündən ikinci hərfimiz. Yəni cim, hə. Biz növbəti dərsdə, birinci dərsdə keçmişdik. Əlif, bə, tə, fə, 4 hərf keçmişdik. Düz. İndi bu cim 5-ci hərf, hə 6-cı hərf. Bir dənə də eynən buna oxşar bir də var xa hərfi. Xa hərfi. Xa hərfi də eynən bu şəkildə yazılır. Yeni gələnə xoş gəlmişsiniz. Xa hərfi də bu şəkildə yazılır. Baxın. Bir də bir nüansı qeyd edeyim sizə. Hə hərfinin altında hərfin adı hədir. Nöqtə qoyulur. Bu nöqtə ona görə qoyulur ki, yəni hə hərfi, çünki ərəb dilində bir neçə hə var. Yəni 2 hə var. Biri qarın hısıdır. Ona təmərbutənin həsi deyirlər. Biri də boğaz hısıdır. Yəni qalın. Məsələn, Elhamdülillahi Rabbil aləmin. Məsələn, biz deyəndə ne deyirik? Məsələn, deyirik ki, Bismillahirrahmanirrahim. Məsələn, Rahmanirrahimdə olan hə hərfi boğaz hırsıdır. Biz onu qarın hırsı, yəni həmzə, üzr istəyirəm, təmərbutə hırsını deyə bilməliyik. Çünki məna dəyişər. Və yaxud məsələn, Elhamdülillahi Rabbil aləmin kəlməsində həmd sözündə olan h boğaz hırsıdır. Yəni biz onu bu h ilə deyirik. Bu nöqtə ona görə qoyulur ki, yəni bu boğaz hırsıdır. Tamam. Bu sərbəstdir. İndi isə cim, hə, növbəti hərfimiz xa hərfidir. Baxın, nöqtə başında qoyulur. Çıxı özüm qoyuram. Xa hərfi. Xa hərfi. Tələffüsü isə x-dır. Sərbəst forma. Əvvəl forma. Orta forma. Və axır forma. Baxın. Əzizlər, bugün 3 hərf keçdik. 3 hərf bəs eləyəcək bugünkü günə inşallah. Baxın, cim hərfi, hə hərfi, bir də xa hərfi. Bunların tələffüsü c-dır, h-dır
və bir də x-dır. Tamam. Sərbəst əvvəl nədir? Məsələn, mən deyirəm ki, məsələn, cəbbə, məsələn, belə deyək də, cığdan başlayaq. Məsələn, cəbbə. Məsələn, cəbbə, hə? Bunun açılışı budur. Cim, əvvəl, baxın, əvvəl. Ox qoyuram. Bu da axır bə. Cəbə. Bunu birləşdirsək, olacaq nə? Bax bu, cəbə. Bax bunun birləşməsi budur. Düz. Və yaxud, məsələn, biz deyək, məsələn, baxın, h, əvvəl, hə, bir dənə ox qoyuruq belə, cimin də axırı, baxın. Axırı. Həcə. İndi bərabərdir buna. Hə. Baba gəldi. Belə, belə. Həcə. Həcə. Tamam. Yəni dostlar, yeni gələnə xoş gəlmisiniz. Baxın. Bugünkü 4 hərfimizdə cim, hə, xa. Bunlar 4 şəkillidir. Yəni sərbəsti var, əvvəli var, ortası var. Bir dənə məsələn ortaya misal vuraq. Məsələn, dəcəcə, məsələn, misal üçün dəcəcə, məsələn deyək də, bax, də, məsələn, də, cimin əvvəli, bax, cə, bir dənə də axırı, baxın, bir dənə də axırı. Cimin bir dənə də axırı, baxın. Düz, fəthə qoyaq. Bərabərdir, də, cə, cə. Də, demək, cə, cə. Gündə 3 dənə hərf keçdik. Cim, hə, xa. 28 hərfdən biz 7 hərfi keçmişik. Qalıb 21 hərf. Düz. Azərbaycan dilində hərflər müxtəlif şəkil. Amma bizdə olan, bax, bu h ki var, hə, yəni hərfi, fərqli tələffüz olunur. Bu hərf boğazın ortasından, boğazın ortası sıxılmaqla tələffüz olunur. Məsələn, hə, hə, əleykumsalam, şeyə, əleykumsalam. Hə, bəzən hə hərfini qalın samit kimi tələffüz edirlər. Bu da Quran qiraətində doğru hesab edilmir. Məsələn, buna hə yox, mən necə görürsünüz, yoxsa yox. Diqqət edin, baxın. Baxın, yaxşı görünür də, inşallah. Hə, baxın, söhbət bu hərfdən gedir. Bəzən bunu ha kimi tələffüz edirlər. Ha olmaz, səhvdir, hədir. Tamam? Ona görə bu Quran qiraətində doğru hesab edilmir. Buna görə də hə hərfinin üzərində olan fəthə işarəsi, yəni, baxın, fəthə işarəsi budur. Əleykumsalam. Baxın, fəthə işarəsi budur. İşarələdim, fəthə. İşarələdim, fəthə. Fəthə. Bu işarə, fəthə, boğazın üzərində olur hərfin və buna görə də hər üzərində olan fəthə işarəsi, bax bu işarə A səsi kimi yox. A olmaz, ha olmaz. Hə, ə səsin verir. Xüsusilə də hə hərfi qalın, diqqət edək, hə hərfi qalın hərflərlə yanaşı gəldikdə incə xüsusiyyətin qorumalıdır. Yəni bununla yanaşı qalın hərf gəlsə, bu yenə incə xüsusiyyətin qorumalı. Yəni, misal üçün, bundan qabaq qaf da gələ bilər, misal üçün, sonra ta da gələ bilər, fərq etməz. Bu, harada olsa, hədir, hə. Bu hərfin tələffüzündə diqqətli olmaq lazımdır ki, ifrata gedilməsin. Yəni, ha olmaz, ha. Məxrəci, dediyim kimi, məxrəci boğazın ortası, bu hərf boğazın ortasındadır. Yəni, məxrəc boğazın ortasındadır. Hə, yəni o boğazın ortasını sıxılmaqla tələffüz olunur. Bax, məxrəc oradır. Tamam. Yəni, məxrəc, indiki növbə gəlir xa hərfinə. Baxın, bu xa. Bu hərf xadır. Tamam. Xa hərfi qalın tələffüz olunur. Buna görə də üzərində olan fəthə işarəsi, yəni baxın bu işarə, fəthə, bu işarə. Buna görə də üzərində olan fəthə işarəsi A səsin verir. Yəni buna xə deyə bilməzsən. Tamam, xə deyə bilməzsən. Bu hələ xadır, xa. Baxın, bu xata oxunsa belə, baxın.
Diqqət edin, baxın, mötərizə yazım. Xata. Düzdür? Bu olmaz. Bu səhvdir. Bax, x qoyuram, bax, bura olmaz. Doğrusu nədir? Doğrusu budur. Baxın, xatə. Bax, doğrusu budur. Xatə. Azərbaycanda yazdım ki, görəsiniz. Yanlışdır. Bax, yanlış. Olmaz. Bu isə doğrudur. Baxın, ərəbcədə yazıram. Xatə. Allah sizi qorusun. Baxın, xatə. Xatə. Bax, doğrusu budur. Tamam. Hərfdir. İndi bunların oxunuşunu oxuyaq və yekunlaşdıraq. Demək. Bəə. Bəə. Bətə. Bətə. Bəsə. Bəsə. Bəcə. Bəcə. Bəhə. Bəhə. Bəxa. Bəxa. Təə. Təə. Təbə. Təbə. Təfə. Təfə. Təcə. Təcə. Təhə. Təhə. Təxa. Təxa. Təə. Təə. Səbə. Səbə. Fətə. Fətə. Səcə. Səcə. Səhə. Səhə. Səxa. Səxa. Cəə. Cəə. Cim. Cə. Cəə. Cəə. Cəbə. Cəbə. Cətə. Cətə. Cəfə. Cəfə. Cəhə. Cəhə. Cəxa. Cəxa. Həə. Həə. Həbə. Həbə. Hətə. Hətə. Həfə. Həfə. Həcə. Həcə. Həxa. Həxa. Xaə. Xaə. Xabə. Xabə. Baxın, xa qalın samitdir, yanındakı bə samiti isə incədir. Xaba olmaz, xaba olmaz. Xabə. Xabə. Xatə. Xatə. Xafə. Xafə. Xacə. Xacə. Xahə. Xahə.